oyun başladı. Coşkun Diniyev baxdı sağ cinaha, irəli oynadı. Burada yaxşı qəbul edir. Amma uzaqlaşa bilmədi. Burada oynadı Coşkun Diniyev. Coşkun Diniyev əla dəyərləndirdi vəziyyəti. Qəbul ötürmə etdi, amma Charlie Boley burada düzdür. Yaxşı çıxdı bu zonaya, amma topu qəbul edə bilmədi. Top qəbul o qədər də yaxşı değildi. Və burada Felipe Santos özünü çatdırır. Mominini qabaqlayır. Buna rəğmən Sumqayıt topu özünə qaytarır Morata. Rüstəm. Rüstəmin ötürməsi. Roy Kehat çatdırır. Zərbə və gol! Roy Kehat uzaq küncədəki gol. Sumqayıt hesabatı. 17-ci dəqiqə. Meydan sahibləri öndədirlər. Baxırıq golun təkrarına. Masaki Morata. Burada sanki bu hücum bitmişti sanki. Felipe Santos araya girərkən amma nəticədə o topu itirdi və Masaki Morata Rüstəmlə oynadı. Rüstəm də nəyi götürməklər. Roy Kehat'ı topu ötürür. Kehat isə uzaq küncə dəqiq zərbə ilə hesabı açır. Topu saxlayır özündə. Rüstəm keçir bir futbolçunu, oynayır Kefillə. Kefil Rəsəndə qapı qarşıda ötürmə. Burada Yankoviç saxlayır. Yankoviç zərbə anını axtarır. Zərbə və burada blok müdafiəçilərdən. Muminin. Geriyə pas. Sənhacı cərimə meydançasına ötürmə. Uzaqlaşdırır Araz Naxçıvan futbolçuları. İndi burada fürsəti var idi qonaqların, amma qaydanı pozmuşdu. Bu da həmin epizod. Burada oyun iddiası var idi Sumqayıt futbolçularının, amma çiyninə dəymişdi Ürfan Abbasovun. Burada daha öncə Yankoviçin zərbəsinin təkrarı. Ardından Morata yoxladı və müdafiəçilərdən qayıtdı. Burada Roy Kehat top elə keçirir. Ötürür sağa. Aleksa Yankoviç qəbul etdi. Yankoviç kimə ötürəcək? Yankoviç özü davam edir topla. İndi ötürür Rüstəmin zərbəsi və burada Ürfan Abbasovun müdaxiləsi çox bu epizodda. Bu Rüstəm Əhmədzadənin bayaqki zərbəsinin təkrarı burada. Ürfan Abbasov bir səslənir. Andrada edir ötürməni. Boşla zərbə. Təhlükəli idi. Kefil Rəsəndidən yayındı uca boyu sayəsində. Araz Naxçıvan hücumdadır. Mustafa Əhmədzadə. Mustafa keçdi burada. Ötürməni edir. Zərbə və gol! Charlie Boley hesabı bərabərləşdirir. Charlie Boley. Baxırıq təkrara. Burada əlbəttə oyundan kənar vəziyyəti yox idi Mustafa Əhmədzadə. Burada əla pauza edir. Çox yaxşı yayınır. Öz mövqeyində olmasa da adətən bu mövqedə biz Bruno'nu görürük, amma bu dəfə Mustafa oradaydı və görün necə rahat yayındı Sənhacıdən və vaxt itirmədi, əlavə hərəkətlər etmədi. Çox zamanında topu ötürdü Charlie Boley'e. Boley də Pinto'nu qabaqlayaraq topu qapıdan keçirdi. Sumqayıt 1, Araz Naxçıvan 1. Charlie Boley yenə gəlib meydan mərkəzinə. Tez-tez onu bu mövqedə görürük. Bruno sol cinahdan bu dəfə ötürür cərimə meydançasına. Ürfan Abbasov özünü çatdırır. Mustafa ilə oynayır. Mustafa qəbul edir. Mustafa'nın zərbəsi və top az fərqlə qapının yanından keçir. Charlie Boley topu qəbul edir. Mərkəzə oynayır. Patrik Andrade burada müdrəsə də qalır ayaqda. Andrade özü yoxlayır. Zərbə və gol! Patrik Andrade! Gözlənilməz zərbə ilə Araz Naxçıvanı hesabda önə çıxarır. Hər halda Mehdi Cənnətov üçün bir qədər sürpriz oldu bu zərbə və Patrik Andrade komandasını hesabda önə çıxarır. Təkrara baxırıq. Burada mərkəzdə bir boşluq.
İki xəttin arasında tapdı bu boşluğu Araz Naxçıvan. Patrik Andrade topu qəbul etdi. Bir qədər sanki müvazinətini itirirdi, amma dərhal qalxdı ayağa. Və bu şəkildə topu qapıdan keçirir. Qəti Cənnətov topa toxundu, amma bu toxunuş kifayət etmədi bu zərbəni dəf etməyə. Yəqin ki, burada qapıçının mövqeyi, ümumiyyətlə qapıçının bu epizoddakı oyunu da müəyyən qədər müzakirə mövzusudur. Raufa müəyyən bir dəstəyi lazımdır. Burada indi Yankoviç. Ramalingom'un zərbəsi top qapının yanından keçirir. Cristian Avram. Qapı boş qalmışdı. Bir anlıq baxırıq təkrara. Daha doğrusu burada Bruno ilə Cristian Avram başa düşmədilər bir-birlərini və Yankoviç'e qayıtdı top. O isə topu Ramalingom'a ötürdü. Sonuncunun zərbəsi isə hədəfdən yayındı. Ramalingom yaxşı bırakır topu Ronaldo Vazquez. Vazquez çatdırır. Vazquez və gol! Amma yox. Yoxsa qeydə alınır. Bəli. Gol qeydə alınır. 2-2 Ronaldo Vazquez. Əla oynadı bu epizodda. Aleksandr Ramalingom topu bıraktı və boş zonada Ronaldo Vazquez. Futbolcunaqdan gələn ötürmə. Burada oyundan kənar vəziyyət yox idisə, hər şey qaydalar çərçivəsindədir. Qapısında keçir burada Vazquez. Sanki Tural Qurbanov oyundan kənar vəziyyət ilə bağlı əlini qaldırdı, amma Layson'un bayrağı qalxmamışdı və burada bəli. Hər halda gol qeydə alındı. Ramalingom offside-da deyildi. Hər şey qaydalar çərçivəsindədir. Yaxşı yayınır burada. Hər iki komandada Ninkoviç. Müjdəkəsindən top oyuna daxil edir. Başla zərbə və gol! Royka! Dubl edir və Sumqayıtı yenidən hesabda irəli çıxarır. Sumqayıt 3, Araz Naxçıvan 2. Geridən gəldi. Ürfan Abbasov ona nəzarət edirdi, amma qabaqladı. Xeyli qabaqladı Ürfan Roy. Və topu çox gözəl şəkildə istiqamətləndirdi qapıya. Pinto və Ramalingom da uzaq dirəyin yanındaydılar. Hər ehtimala qarşı, amma onlara ehtiyac olmadı. Top qapıdan keçdi. Və Charles Boli meydanı tərk edir və çox əsəbi şəkildə meydandan